Salam hər kəsə, biz bugün sizinlə kimya 7-ci sinif 1-ci hissə iş dəftəri 1.2 bioelementlərə baxacağıq. Gəlin baxaq. Birdə nə deyir? Canlı orqanizmin əsas hissəsini su, zülallar, yağlar və karbohidratlar təşkil edir. Boşluqlara bu maddələri təşkil edən kimyəvi elementlər simvollanır. Zülallar karbon, oksigen, hidrogen və azotdan və s. elementlərdən ibarətdir. Yağlar karbon, hidrogen, oksigendən, karbohidratlar isə o da yağlar kimi karbon, hidrogen, oksigendən ibarətdir. Zülallar yalnız əlavə olaraq azotdan ibarət olur. Demək, yəni həm karbon, hidrogen, oksigen əlavə olaraq da azot yağlardan və karbohidratlardan fərqli olaraq. Su və karbohidratların tərkibi hansı eyni elementlərdən təşkil olunur? Su bilirik ki, hidrogen və oksigendən təşkil olunur. Karbohidratlar da karbon, hidrogen və oksigen. Karbon suyun tərkibində olmadığına görə biz təbii ki, ikisini yazacağıq, oksigen və hidrogen. Canlı orqanizmlərin kütləsinin təqribən 93%-ni 3 element təşkil edir. Bunlar hansı elementlərdir? Təbii ki, hidrogen, oksigen və karbon. Çünki zülalların da tərkibində var bu elementlər, yağların da, karbohidratların da, suyun da tərkibində hidrogen və oksigen. Digərlərinin tərkibində isə karbon, hidrogen, oksigen olduğu üçün 93%-ni bu 3 element təşkil edir. B. Bu elementlər canlı orqanizmin əsasən hansı maddələrin tərkibində olur? Məsələn, deməli, bayaqda dedik, zülallar, karbohidratlar, yağları və suyun tərkibində olur. Baxaq C-yə. İnsan orqanizmində olan elementlər başqa iki misal göstərin. Bu elementin çatışmazlığı insan orqanizminin hansı fəsadlara səbəb ola bilər? Maqnezium və dəmir. Maqnezium çatışmazlığı beynin inkişafı, beyni inkişafdan qoyur, yəni beynin inkişafını ləngidir. Dəmir çatışmazlığı isə qana təsir edir. Baxaq 3-cü sualımıza. Anaqramdakı hərflərin yerini dəyişərək kimyəvi elementlərin adlarını düzəlt. Demək, insan orqanizmi təşkil edən əksər maddələrdə olan element təbii ki, hidrogen. Heç bu cümlələri oxumasaq belə biz buradan tapa bilərik hidrogen. Canlı orqanizmi təşkil edən elementləri və verilən ümumi ad bioelement adlanır. Deməli, 2-də olacaq bioelement. Demək, sonra sümüyün tərkibində olan element təbii ki də kalsium, çatışmazlığı insan zeyni fəaliyyətini ləngidən element maqnezium, qanın tərkibində olan element dəmir adlanır. Yəni baxın, birinci hidrogen, bioelement, kalsium, maqnezium, dəmir olacaq. Crossword-u tamamla. Bir də nə deyir? İnsanın böyüməsini təmin edir, sinir sisteminin fəaliyyətini yaxşılaşdırır, təbii ki də sink. 2-də hidrogen və oksigenlə birlikdə karbohidratları təşkil edir. Karbon. Deməli, 3-2-dəni yenə soldan sağa və yuxarıdan aşağıya baxaq. Birinci soldan sağa baxın. Dəri və saçların möhkəm olmasına səbəb olur. Təbii ki də kükürt. Digər üçə baxın. Fosforla birlikdə sümüklərin dişlərin möhkəmliyi və sərtliyini təmin edir. Bu da kalsium olacaq. 4. Zülalların tərkibinə daxildir. Təbii ki də azot. Sonra 5. Canlı orqanizmlərdə miqdarı çoxdur. Oksigen. 6. İnsanın zeyni fəaliyyətini artırır. Təbii ki də maqnezium olacaq cavabımız. Sağ olun dostlar, hələlik. Kanalıma abunə olub like atmağı unutmayın.